İsrail və Birləşmiş Ştatların İran infrastrukturuna 40 gün müharibə ərzində vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir. Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O, zərərin miqyasının daha geniş olması ehtimalına işarə edib. Birbaşa və dolayı zərərləri də əhatə edən bu rəqəm ilkin qiymətləndirmə hesab olunur və qəti deyil. İranın ümumdaxili məhsulunun 450 milyard dollar olduğuna görə ölkənin müharibə nəticəsində zərəri ümumdaxili məhsula nisbəti 60%-ə çatıb. İran realının dəyərdən düşməsi və dolların kəskin bahalaşması fonunda ölkədə işçilərin gündəlik minimum maaşı təxminən 3 dollar səviyyəsinə enib. Ali Əmək Şurasının qərarına əsasən bu il üçün aylıq minimum əmək haqqı 16 milyon 625 min tümən müəyyən edilib. Lakin həftənin əvvəlindən cümə axşamına qədər dolların məzənnəsi 15%-dən çox artaraq 180 min tümən həddini keçib. Bu vəziyyət nəticəsində hətta mövcud şərait dəyişməsə belə İranda bir işçinin aylıq maaşı təxminən 90 dollar səviyyəsində qalır. Müqayisə üçün qeyd edək ki, Türkiyədə minimum əmək haqqı təxminən 730 dollardır ki, bu da İranla qonşu ölkələr arasında ciddi sosial-iqtisadi fərqi göstərir. Dolların sürətlə bahalaşması və alıcılıq qabiliyyətinin azalması işçilər və az təminatlı təbəqələr üzərində təzyiqi daha da artıraraq ölkədə yaşayış böhranını dərinləşdirir. İranda yüksək səviyyədə siyasi böhran yaşandığı iddia olunur. Bildirilib ki, ölkə prezidenti Məsud Pezeşkiyan və parlament sədri Məhəmməd Baqir Qalibov Xarici İşlər naziri Abbas Əraqçının istefasını tələb edir. Bu barədə xaricdə fəaliyyət göstərən bəzi fars dilli media qurumları daxili mənbələrə isnadla məlumat yayıb. İddialara əsasən Əraqçı Birləşmiş Ştatlarla aparılan danışıqlarda siyasi rəhbərliyə tam məlumat vermədən hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidinin təlimatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib. Mənbələrin məlumatına görə son 2 həftə ərzində Xarici İşlər naziri prezidentə məlumat vermədən addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkiyanı ciddi şəkildə narazı saldığı qeyd olunur. İddialara görə prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə Abbas Əraqçı vəzifəsindən uzaqlaşdırılacaq. Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib. Hadisə ölkə daxilində siyasi balans və qərar vermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son etiraz eyləmlərində saxlananlara qarşı heç bir güzəşt olmayacaq və onlar sərt şəkildə cəzalandırılacaq. Bunu İran məhkəmə hakimiyyətinin başçısı Qulam Hüseyn Möhseni Eceyi deyib. O, etirazçıların əllərinin xalqın qanına batdığını iddia edib. Məhkəmə hakimiyyəti xarici təzyiqlərə baxmayaraq çıxarılan qanuni hökmləri icra edəcək. Qeyd edək ki, yanvar etirazları zamanı həbs olunan 10 nəfər edam edilib. İsrailin müdafiə naziri ölkəsinin yaxın vaxtlarda yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bildirib və məqsədin İranın yenidən İsrail üçün təhdidə çevrilməməsi olduğunu deyib. İsrail Katsın ofisinin bəyanatına əsasən o hərbi mərasimdə bildirib. ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Netanyahu ilə koordinasiyada bu kampaniyanın məqsədlərinə çatmaq üçün səylərə rəhbərlik edir ki, İran gələcəkdə yenidən İsrail, ABŞ və azad dünya üçün təhdidə çevrilməsin. O əlavə edib, biz bu səyləri dəstəkləyirik və lazım olan yardımı göstəririk. Lakin məqsədlərin həyata keçirilməsi üçün tezliklə yenidən hərəkətə keçməyə məcbur qala bilərik. Bu açıqlama ABŞ ilə İran arasında atəşkəsdən sonra İsrailin İrana hava hücumlarını dayandırdığı bir vaxtda verilib. Bununla belə, İsrail ordusu Livanla atəşkəsə baxmayaraq Hizbullah hədəflərinə hücumları davam etdirir. Yeni xəbərdarlıq bölgədə gərginliyin yenidən artması və mümkün hərbi toqquşmaların bərpası ehtimalını gücləndirir. İsrailin 12-ci kanalı ölkənin yüksək hazır vəziyyətə gətirildiyini və İranla toqquşmanın yenidən başlanma ehtimalına qarşı hərbi hazırlıqların artırıldığını bildirib.
Məlumata görə İsrail rəsmiləri Vaşinqtonla Tehran arasında danışıqların gələn həftənin əvvəlindən etibarən dağılması ehtimalını ciddi qiymətləndirirlər. Buna səbəb kimi İran lideri Müştəbə Xamneyə aid edilən bəyanatda nüvə və raket proqramlarının davam etdiriləcəyinin vurğulanması göstərilir. Bəyanatda qeyd olunur: biz nüvə və raket proqramlarımızı qoruyacağıq. Həmçinin Birləşmiş Ştatların yeri körfəzin dibidir. O eyni zamanda İranın Hörmüz boğazının nəzarəti davam etdirəcəyini bildirib. İranla qərb müttəfiqləri arasında gərginlik davam edir və danışıqların uğursuzluğu regionda hərbi qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər. Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarına İran, İraq və Livana səyahət etməyi qadağan edib. Bu barədə Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir. Regionda baş verən son hadisələr fonunda Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi vətəndaşların İran, İraq və Livana bütün səyahətlərinin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur deyə bildirilib. ABŞ prezidenti Donald Trump son açıqlamasında bildirib ki, İran nüvə silahına sahib olmamalıdır və ölkənin hərbi imkanlarının böyük hissəsi hücumlar nəticəsində zərər görüb. Trump deyib, İran nüvə silahına sahib olmamalıdır və əlavə edib, İranın raket sənayesinin 90%-ni məhv etdik. O həmçinin bildirib, ötən ilin iyun ayında ABŞ-nin həyata keçirdiyi hücumlar İranın nüvə imkanlarını məhv edib. ABŞ prezidenti İranın iqtisadi vəziyyətinə toxunaraq deyib, İran iqtisadiyyatı çökür və vurğulayıb, İran razılaşma imzalamağa ciddi şəkildə meyillidir. Trump əlavə edib, İrana qarşı tətbiq olunan dəniz blokadası onun iqtisadiyyatını boğur və qeyd edib, İran blokada nəticəsində neftdən gəlir əldə edə bilmir. O həmçinin bildirib, danışıqların detalları barədə yalnız mən və bir neçə nəfər məlumatlıyıq. Trump sonda iddia edib, İrandakı əməliyyatlar başa çatan kimi neft qiymətləri aşağı düşəcək. ABŞ prezidenti Donald Trump Almaniyada yerləşən Amerika qoşunlarının azaldılması və ya çıxarılmasının nəzərdən keçirildiyini bildirib. Trump sosial şəbəkədə yazıb, ABŞ Almaniyadakı qoşunlarının mümkün azaldılmasını araşdırır və qərar qısa müddətdə veriləcək. Hazırda Almaniyada təxminən 35-40 min ABŞ əskəri yerləşir və bu, NATO-nun Avropadakı əsas hərbi dayaqlarından biridir. Bu açıqlama Almaniya kansleri Friedrich Merzin sərt tənqidlərindən sonra səsləndirilib. Merz bildirib ki, ABŞ İran tərəfindən təhqir edilir və Trump administrasiyasının inandırıcı strategiyası yoxdur. O əlavə edib, bütün bir millət İran rəhbərliyi və Sepah tərəfindən təhqir olunub. Trump isə cavab olaraq Merzi tənqid edib və onun İranın nüvə silahına malik olmasına problem görmədiyini iddia edib. ABŞ-İran müharibəsi fonunda baş verən bu qarşıdurma Vaşinqton və Berlin arasında gərginliyi artırıb və NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib. Buraxılışımız davam edir. 1-ci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 6 nəfər isə 44 günlük vətən müharibəsində itkin düşmüş sayılır. Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. 1-ci Qarabağ müharibəsində itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri qoca olub. İtkin düşənlərin 3711-i kişi, 288 nəfəri qadındır. 2-ci Qarabağ müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub. Komissiyadan bildirilib ki, indiyənədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekskumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub. Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları ekskumasiya edilib və onlardan 11 nəfəri aprel ayı ərzində aşkar olunub. İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib. Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-sında saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.